Demək, biz bugün təkrar sınaqdan şəbəkələr və EHTML ilə aid 20 dənə sınağa suallar salmışdıq. Həmən o sualların izahı ilə bugün davam edirik. Vaxt itirmədən gəlin birinci sualla davam edək. Birinci sualda nə deyir? Deyir ki, modem məlumatları 7680 bit saniyə sürətlə ötürür. Mətn faylının ötürülməsi 1,5 dəqiqə çəkdi. Bu məlumat Unicode əlifbasında olduğu bilinirsə və hər səhifədə 400 simvol varsa, ötürülən məlumatın neçə səhifədən ibarət olduğunu müəyyənləşdirin. Baxın, birinci sualı nəzər yetiririk. Demək, biz bilirik ki, səhifə sayını tapmaqdan ötürü verilmiş həcmi həm simvola, həm də hansı əlifbada kodlaşdırmışamsa, həmin əlifbaya bölmək lazımdır. Amma baxıram ki, mənim həcmim verilməyib. Mən həcmimi tapmaqdan ötürü əvvəl həcmim məlum olmalıdır ki, həcmin digərlərinə bölüm ki, səhifə sayını tapım. Baxıram, həcmim verilməyib, amma həcmi tapmaqdan ötürü mənim əlimdə məlumatlarım var. Mənim məlumatlarım hansılardır? Mənim məlumatımın biri sürətimdir, biri də zamanımdır. Aha, mənim sürətimlə zamanım varsa, mən həcmimi tapa bilərəm. Həcmimi tapmalıyam ki, digərlərinə bölə bilim. Bax, sürətim nə qədərdir? Demək, birinci sualda. Demək, sürətim nə qədərdir? Mənim sürətim V bərabərdir 7680, demək, bit bölünsün saniyə. Zamanım nə qədərdir? Zamanım T bərabərdir 1,5 dəqiqədir. Mən bilirəm ki, 1 dəqiqəm 60 saniyədir. Onda 1,5 dəqiqəni də mən 60-a vuraram. Çevirərəm 90 saniyə. Düzdürmü? İndi mən baxıram ki, burada mən Unicode əlifbası dediyinə görə, mən axırda Unicode əlifbası dediyinə görə 2 bayta böləsiyəm. Düzdürmü? Amma baxıram ki, mənim sürətim 7680 bitləndir. Elə mən bitdən bayta gəlməkdən ötürü bəri başdan bunu 8-ə bölərəm. 7680-i 8-ə bölərəm. Nəyə çevirərəm? Bayt bölək saniyə çevirərəm. 7680 bit bölək saniyəni də 8-ə böləndə 960 bayt bölək saniyə eləyir. Mənim demək sürətim də bəllidir, zamanım da. Mən buradan həcmimiz çox asanlıqla tapa bilərəm. Həcmin bərabərdir, sürətim nə qədərdir? 960 bayt bölək saniyəni mən vuraram nəyə? Zamanıma, 90 saniyə. Baxın, burada saniyələr gedir. Demək, 960-ı da 90-a vuraram. 960 da 90-a vuranda 86400 bayt eləmiş olur. Yazıram 86400 bayt. Aha, bu mənim həcmim. Həcmimi tapdım. İndi mən səhifə sayımı deyir tap. Səhifə sayı. Mən burada səhifə sayını tapmalıyam. Səhifə sayını tapmalıyam. Mən bilirəm ki, səhifə sayı vurulsun. Əlifbanın standartı, məsələn, i-bit yazılır, amma orada ASCII desəydi 1 bayta deyə vurardım. Amma Unicode standartı dediyinə görə, Unicode standartında mən bilirəm ki, bir simvolum 2 baytdır. 2 baytdır. Ona görə i-ni yerinə nə yazasıyam? I-ni yerinə 2 bayt. Demək, səhifə sayı vurulsun 2 bayt. 2 bayt. Sonra 400 dənə də simvolum var. Vurulsun simvol sayı. Bərabərdir mənim həcmimə. Bax, bu düsturdan istifadə edirəm. Bu düsturumda mənim nəyim var? Səhifəm yoxdur. Səhifəmi zaten axtarıram. Səhifə vurulsun. Mənim i-im nə qədərdir? Unicode əlifbam 2 baytdır. Vuraq 2 bayt. Vurulsun simvol sayım. Simvol sayım nə qədərdir? 400-dür. Vuraq 400. O da bərabərdir. Həcmim nə qədərdir? Bəs bax, 86400-ə. Buradan mən nəyə taparam? Səhifə sayını tapa bilərəm. Səhifə sayı bərabərdir 86400 baytı bölərəm həm 2 bayta, həm də 400 simvola. O da bərabərdir. Demək, nə qədər elədi? 108-də elə bir ki, 2-ni 400-ə vuranda 800, 86400-ü də 800-ə böləndə bu mənə nə verdi? 108 səhifə. 108 səhifə. Oldu cavab nə? C variantı. Ümid eləyirəm aydındır. Birinci sualda cavabımız nə oldu? C variantı. İkinci sual. İkinci suala diqqət eləyirik. Görə ikinci sualda nə deyir?
Aha. Demək, ikinci sualda deyir 9000 megabayt məlumatın ötürüldüyü və ötürülmənin 1/3 hissəsinin 60 megabit saniyə, qalan vaxtın isə 90 megabit saniyə sürətlə olduğu məlumdursa, rabitə kanalı üzrə məlumatın tam həcminin ötürülməsi müddəti neçə dəqiqə olar? Baxın, ümumi məlumat mənə verilib. Bax, mənim haşım bəllidir. Haşım nə qədərdir? 9000 megabaytdır. Aha. Bax, bu mənim haşım. Ümumi məlumat nə qədər vaxtda ötürülüb? 9000 megabayta. 9000 megabayt məlumat ötürülüb. Ümumi məlumatımdır mənim. Aha, lap yaxşı. Deyir vaxtın, ötürülmə vaxtın, T-nin yəni 1/3 hissəsi, T-nin 1/3 T qədər bu. 1/3 T olanda vaxtın 1/3 hissəsini 60 megabit saniyə sürətlə ötürüb. 60 megabit saniyə sürətlə ötürüb. Qalan vaxtı isə, qalan vaxtı 1/1-in qalan vaxtı nə qədər olub? 3/2 olub. Qalan vaxtı isə 90 megabit saniyə sürətlə ötürüb. 3/2 T olanda 90 megabit saniyə sürətlə ötürüb. Və hər iki vaxtda, yəni 1/1 vaxtın 1/1 hissəsinin bu 60 megabit saniyə ilə ötürülüb. Qalan vaxtın, yəni qalan vaxt nə qədərdir? 1/1-dən 1/1-in qalan vaxtı nə qədərdir? 3/2. Qalan vaxtın isə 90 megabit saniyə sürətlə olduğu məlumdursa, qalan vaxt 3/2-dir. 3/2 T-ni də 90-a vuranda və hər ikisini cəmləyəndə bu 9000 megabayt məlumat ötürüb. 9000 megabaytı da vururam nəyə? 8-ə. Niyə 8-ə vurdum? Çünki mənim sürətlərim megabit saniyə ilə verilibdir. Mənim ümumi həcmim megabaytdır. Mən megabaytı nəyə gətirməliyəm? Megabitə gətirməliyəm. 1 megabaytın 1 megabit. Megabaytdan megabitə gələndə megalar dəyişməyib, baytlar dəyişib. Baytdan bitə gələm. Çoxdan da aza gələndə vururam. 1 baytım 8 bitdi. Onda 9000 megabaytımı da 8-ə vuraram. 8-ə vuraram, keçirdərəm megabitə. Aha, bu da belə. İndi 3/1 T-ni 60-a vuranda bu mənə nəyi verir? 60 ilə 33 ixtisar gedir. Burada qaldı 20. Yazıram belə. Demək 20 T üstə gələk. 90-ı 3-ə böləndə qalır 30. 30-u da 2-yə vuranda 60 T. O da bərabərdir 9000 vuraq 8-ə. Aha. Burada 60-ın üstünə 20 gələm. 80 T bərabərdir 9000 vuraq 8-ə. Burada bax 8-lər ixtisar getdi. 9000-in sıfırının biri ilə bu sıfır getdi. T bərabərdir 900 nə elədi? Nə? Baxın saniyə. Saniyə ilə verib. Mənə nə ilə deyir tap? Ötürülmə müddətini dəqiqə ilə tap. 900 saniyəni də mən 60-a bölərəm. 900-ü də 60-a böləndə bu da mənə verir nə? 15 dəqiqə. 15 dəqiqə. 15 dəqiqə cavab nə elədi? B variantı eləmiş oldu. Bu sualı əksəriyyətiniz səhv yazmışdınız. Halbuki buna aid çoxlu bizim məsələlərimiz olmuşdu. Ümid eləyirəm növbəti sınaqlarda diqqətli olarsınız. Diqqətli olun, oxuyun sualı. Mən izah eləyəndə sualların izahına dənə-dənə diqqətlə qulaq asın. YouTube'da bir dayandırın, təkrar özünüz bir də işləməyə çalışın. Dayandırın, özünüz işləyin, görün işləyə bilirsiniz, təkrar bir də izaha baxın. Evə tapşırıq verəndə təkrar işləyin. Mən izah elədiyim testləri dərsdə yanımda. Təkrar gedin evdə bir də işləyin. Yadınızda saxlayın, kim nə qədər oxuyursa o qədər də yazır. Çox oxuyan çox yazır, az oxuyan az yazır. Növbəti sualla davam eləyək. Növbəti sualımız hansıdır? Üçüncü sualdır. Aha. Üçüncü sualda deyir ki, 1 gigabayt həcmə malik informasiyanın 1/4 hissəsini silib, 50%-ni sıxdıqdan sonra 8 megabit saniyə sürətlə ən azı neçə saniyə göndərmək olar? Aha. Mənə ümumi həcmin verib. Demək 3 nömrəli çalışmadan söhbət gedir. 3. Bax, mənə ümumi həcmin verib. Ümumi həcmin 1 gigabaytdır. 1 gigabayt. Düzdürmü?
Sürətim nə qədərdir? 8, bax, sürətim. Sürətim nə qədərdir? 8 megabit saniyə sürətlə. Sürətim də bərabərdir 8 megabit saniyədir. Mən elə bu 1 gigabaytı bəri başdan megabitə gətirərəm, ondan sonra 1/4 hissəsini silərəm və 50% sıxaram. Baxın, 1 gigabayt görüm neçə megabitdir. Baxın, 1 gigabayt, bax, 1 gigabaytdan mən megabayta gəlməkdən ötürü, üzr istəyirəm, gigabaytdan megabitə. Gigabaytdan megabitə gəlmək istəyirəm, düzdürmü? İndi bu haqda kodlaşdırma dərsində birinci gün daha geniş keçəsiyik. Baxın, birinci gəlir, nə? Böyükdən, kiçikdən böyüyə, bax, bit gəlir, sonra bayt gəlir, sonra kilobayt gəlir, sonra gəlir megabayt, sonra gəlir gigabayt, sonra gəlir terabayt, sonrası sizə ehtiyac yoxdur. İndi qulaq asın. Mən demişəm ki, kiçikdən böyüyə gedəndə vururuq. Amma böyükdən kiçiyə gedib, belə kiçikdən böyüyə gedəndə bölürük, bölürük. Bölürük. Nə? Kiçikdən böyüyə. Böyüyə. Mən demişəm ki, kiçikdən böyüyə gedəndə bölürük, amma böyükdən kiçiyə gedəndə vururuq. Məsələn, terabaytdan, indi böyükdən kiçiyə gedək. Böyükdən terabayt gəlir, sonra gigabayt gəlir, sonra megabayt gəlir, sonra kilobayt gəlir, sonra bayt gəlir, sonra nə gəlir? Bit gəlir, bit gəlir. Amma bax, kiçikdən böyüyə bölürdük, kiçikdən böyüyə. Amma böyükdən kiçiyə gedəndə böyükdən kiçiyə. Böyükdən kiçiyə nə edirik? Vururuq. Vururuq. İndi məndə nədir? Məndə odur ki, 1 gigabaytım neçə megabitdir? Bax, 1 gigabaytdan, gigabaytdan megabitə çevirməliyəm. Gigabaytdan megabitə çevirməkdən ötürü birinci gigadan megaya gedirəm. Giga ilə mega arasındakı məsafə 2/10'dur. Birinci vuracam 2/10'a. Düzdürmü? Demək 1 gigabaytdan megabitə getməkdən ötürü birinci vururam 2/10'a. Sonra da baytdan bitə gedirəm. Baytla da bit arasındakı məsafə 2/3'dür. Hər ikisini vurasıyam. Gigadan megaya da böyükdən kiçiyə gedirəm, vururam aralarındakı məsafəyə. Baytdan da bitə gedəndə yenə aralarındakı məsafəyə vururam. 2/3 baytla da bit arasındakı məsafə 2/3'dür. Həm 2/10'a vururam, həm də 2/3'ə vururam. Bütövlükdə 2/13'ə vurmuş oluram. Onda 1 gigabaytım neçə megabitdir? Demək 1 gigabaytım 2/13 megabit olmuş oldu. Birinci gün təzə gələn uşaqlar da var. Onlara birinci gün izah eləyəcəm. Yəni bu çevrilişə baxıb narahat olmasınlar. Demək, haşım nə qədər oldu ki? Hələlik 1 gigabaytı mən 1 gigabaytı megabitə çevirdim. İndi 1 gigabaytı megabitə çevirdim. 1 gigabayt 2/13 megabit oldu. Düzdür? 2/13 megabiti deyir. 1/4 hissəsini sildim. Baxaq görək, 1/4 hissəsini silmək nə deməkdir? Yəni 2/13'dən çıxıram, 2/13'ün 1/4'in. Bax, 2/13'dən mən çıxmalıyam, 2/13'ün nəyin? 1/4'in. Bu da bərabərdir. Baxın, 2/13 çıxılsın, 2/13 vurusun. 1/4 nə deməkdir? 2/-2 deməkdir. Düzdürmü? O da bərabərdir. 2/13 çıxılsın. Biz riyaziyyatdan keçmişik də uşaqlar. Əsaslar bərabərdir, üstlər toplanır. 13'ün üstünə -2 gəlmək nə deməkdir? 13'dən 2'sini çıxmaq deməkdir. Bu da 2/11 qalır. 2/11. 2/13 nə deməkdir? 8192. 2/11 nə deməkdir? 2048. 8192'dən də 2048'in çıxanda qalır 6144 nə? 6144 megabit. Megabit. İndi 6144 megabitə aldım. Bax, bura qədər. Deyir 50%də sıx. 50% sıxmaq elə 2'yə bölmək deməkdir. 6144'ü də 2'yə böləndə 3072 megabit eləyir. Demək, burada nə oldu? 3072 megabit. Bura qədər tapdım 3072 megabitimi. Hə, lap yaxşı.
İndi mənim həcmim də var, mənim nəyim də var, mənim surətim də var. Məndən nə istəyirdi? Deyir, ən azı neçə saniyə ötürər. Mən zamanımı tapmaqdan ötürü mənə məlum olan və yaxud da tapdığım həcmi nəyə bölməliyəm? Surətə bölməliyəm. Surətə bölməliyəm. Onda t bərabərdir. T bərabərdir 3072. Demək 3072 həcmim nə qədərdir? 3072 megabit. Qoy belə yazım da, qoy açıqlama verim. Mən bilirəm ki, mənim həcmim nəyə bərabərdir? Surətin vurulsun zamana. Düzdürmü? İndi mən burada zamanımı tapmaqdan ötürü, t-mi tapmaqdan ötürü siz bunu nədə keçmisiniz? Fizikada da keçmisiniz. Burada zamanı tapmaqdan ötürü həcmi bölürəm surətə. Həcmim nə qədərdir? Mənim həcmin 3072 megabitdir. Megabit. 3072 megabiti mən bölürəm 8 megabit bölünsün saniyə. Baxın uşaqlar, megabitlər ixtisar gedir, saniyə yuxarı qalxır. 3072 3 vuraq 210 deməkdir. Yəni 3 vuraq 1024 deməkdir. Onu da 8-ə böləndə 384 saniyə eləyir. Bərabərdir 384 saniyə qalxmışdı axı yuxarı. Megabitlər ixtisar getmişdi. 384 saniyə eləmiş oldu. Cavab nə elədi? 3-cü sualda E variantı elədi. İndi keçirik 4-cü suala. Deyir ki 178, 134, 32, 12 verilmiş IP ünvanını 32 bitli ikili kodlarla ifadə eləyin. Aşağılar biz bilirik ki IP ünvanlar 4 dənə oyuqdan ibarət olur və eyni zamanda 4 dənə oyuqdan ibarət olur. Baxın 4 dənə oyuqdan ibarət olur və eyni zamanda bir-birlərindən nöqtə ilə ayrılırlar. Hər bir IP ünvan demək 4 dənə oyuqdan ibarət olur və hər bir IP ünvanın demək 0-255 arasında rəqəmlər ala bilər. Ondan artıq rəqəm ala bilməz. Və onluq verilmiş IP ünvanı biz 32 bitli ikili kodlarla ifadə eləməliyik. Yəni verilmiş bu 4 dənə onluq ədədi biz ikili say sisteminə onluqda verilmiş ədədi demək çevirməliyik ikili say sisteminə. Bax bizim ədədimiz verilib nə? IP ünvanımız verilib 178, demək 134, 32, bir dənə 12. Ay sağ olun. Budur belə. İndi qulaq asın. Mən 12-ni nətər yazaram? 8, 4, 2, 1 qaydası ilə 12-ni nətər yazaram? 8 ilə 4-ü toplayanda 12 eləyir. 2 ilə 1-i toplamadıma bu bax, bu 12 mənə nə verdi? 12 mənə verdi 1, 1, 2 dənə 0. Axı, hər bir IP ünvan hər oyuqda 8 bit olmalıdır. Ümumi IP ünvanlar 32 bitə bərabərdir. Hər oyuqda 8 bit olmalıdır. Mənim 4 dənəm var burada. 8 bitə tamamlamaqdan ötürü 4 dənə də 0 qarşıya atmalıyam ki, bu 8 bit olsun. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu elədir 8 bit. Sonra 32-ni ayırıram. 32 nədir? Bax bu. 2 üstü 5-dir, düzdürmü? 1, yanında 5 dənə 0. 1, 2, 3, 4, 5. Bax 1, 2, 3, 4, 5, 6 dənə elədi. Qarşısına 2 dənə 0 artırıram ki, nə olsun? 8-ə tamamlansın. Sonra gəlir 134-ə baxıram. 134-ü ikili say sisteminə çevirəndə 1, yanında 4 dənə 0, sonra 110 deməkdir. Sonra 178-i də ikili say sisteminə çevirəndə 1, 0, 1, 0, 1, 1, 0, demək 2 dənə 11, 0, 0, 1, 0, 0 deməkdir. 178-i çevirəndə belə yazırdıq da, yadınızdadır, ümumiyyətlə onluqdan ikiliyə çevirməkdən ötürü əvvəl 2-nin qüvvətlərini yazırdım. 1, 2, 4, 8, 16, 32, 64, 128, 256-nı yazmıram. Niyə? Çünki 178-dir mənim verilmiş ədədim. 256-nı yazmıram. Demək, nədən istifadə elədim? 128-dən istifadə elədim. Sonra 32-dən, demək 16-dan, sonra demək 32, yox. Demək 2, 4, 6, 8, 10, 2, 4, 6, 8, 128, 1, 2, 4, 8, 16, 32, 64, 128,
128, o da neçə elədi? Demək 128, 178. Hə, o da elədi. Demək nədir? Hə, A variantı. 4-cü sualda bəli, A variantı. 4-də A variantı eləmiş oldu. Demək bu hər bir oyuqdakı, bax 12-ni də ikiliyə gətiririk, 32-ni də ikiliyə gətiririk, 134-də ikiliyə gətiririk, 178-i də. Sıfırlara, birlərə baxırıq. Əgər 8 dənə deyilsə, 8-ə tamamlamaq üçün qarşısına sıfırlar artırırıq. Bax 32-dəki kimi, 12-dəki kimi. Bu da belə. Bu da bizim 4-cü sualımız. İndi say sistemləri dərsini təkrar eləyəcəyik. Əgər kimdəsə bu hissə yadında çıxıbsa, növbəti həftə bu haqda danışanda daşlar yerinə oturasıdır, narahat olmayın. İndi 5-ci suala baxırıq. Deyir ki, 5-ci sualda ən sürətli simli vasitə hansıdır? Biz bilirik ki, ən sürətli simli vasitə fiber optikdir. Fiber optik. Ona görə 5-də sualımız nə oldu? E variantı olmuş oldu. Aha. Keçirik 6-cı suala. Maraqlı sualdır. Maraqlı sualdır. Baxaq 6-cı suala. Deyir ki, A verilib, B verilib, A ilə B-nin kəsişməsi verilib, A ilə B ilə C-nin kəsişməsi verilib, A ilə C-nin kəsişməsi verilib, A-nın, B-nin, C-nin üçünün bir yerdə kəsişməsi verib, C-ni də verib, bunların birləşməsini tapmaq lazımdır. Gəlin tapaq. Gəlin birinci bunları neyniyək? Dairələr çəkək. Bax, A-nı verib. Gəlin bir A-nı belə çəkək. Sonra B-ni də çəkək. C-ni də gəlin bir qara ilə çəkək. Bu da belə. İndi düzdür, biraz ola bilsin ki, yaxşı çəkmərəm. Digitalizerlə çəkmirəm. Də əlimdəki qələmlə çəkirəm. Bu yaxşı olmaya bilər. Demək, gəlin belə çəkim. İnanıram ki, yaxşı olar. A nə qədərdir? A demək, məndə 300-dür. Bu olsun A. A-nın dəyəri 300-dür. Ben görüm. 300. B-ninki nə qədərdir? 400-dür. B 400-dür. C-ninki nə qədərdir? C baxın 300-dür. Yazıram C də 300-dür. Aha, bu da belə. İndi deyir A ilə 3-ünün kəsişməsi 80-dir. Bax 3-ünün kəsişməsi baba bu hissədir. Bax bu hissə. Bu 3-ünün kəsişməsi buradır. Deyir bura 80-dir. Lap yaxşı. Bura olsun 80. Deyəsən 80 heç burada yaxşı görsənmir. Bu olsun 80. Aha. A ilə B-nin A, B, C. C. Üçünün kəsişməsi 80-dir. Sonra deyir A ilə B-ninki 100-dür. A ilə B-nin kəsişməsi 100-dür. Əgər A ilə B-nin kəsişməsi baba deyib baba bu hissədir. Bax bu hissə ümumi A ilə B-nin kəsişməsidir. Bunun 100-dür. 80-i buradadırsa, bura düşür nə 20-si? Bax 20 də buradadır. Sonra deyir ki, B ilə C-nin kəsişməsi 120-dir. B ilə C-nin kəsişməsi 120-dir. B ilə C-nin kəsişməsi baba bu hissədir. Bax, baba deyib bu. Baba bu hissədir. Bax bu hissə B ilə C-nin kəsişməsidir. Bura nə qədərdir B ilə C-nin kəsişməsi? Bax deyir 120-dir. 120-dir. 80-i buradadırsa, onda 40-ı burada düşür. Düzdürmü? Sonra A ilə C-nin görüm kəsişməsi verilib. Hə. A ilə C-nin kəsişməsi də deyir 110-dur. 110. A ilə C-nin kəsişməsi 110-dursa, bunun da 80-i buradadırsa, onda 30-u buradadır. İşim mənim yüngülləşdi. Baxın, bu qırmızı ilə verilən A-sıdır. Bax, bu hissə, bax, bu ümumi bunun A-sıdır. A-sıdır. Düzdürmü? A-sıdır. Bunun ümumi 300-dürsə, onda mən 30, 80, 20. 30, 80 neçə elədi? 110. 110 da üstünə 20 gələndə 130. Ümumi 300-dən bu 130-u çıxanda bu 170 bax burada qalan hissə olar. 20, 80 bu neçə elədi? Bax bu hissə 400. Bax bu boş qalan yer tapmaqdan ötürü. Bax deyib bax bu hissəni. Bax bu hissəni. Tapmaqdan ötürü ümumi bu B dairə var, 400'lük olan dairə.
B dairəsi. O 400-dən çıxaram 20-ni, 80-i, 40-ını, bax buranı taparam. Demək 20 ilə 80-in demək cəmi 100-dür. 100-ün üstünə 40 gələndə 140. 400-dən də 140-ın çıxanda qalır 260. Bax burada qaldı 260. İndi yaxşı, C-nin bax bu hissəsi neçə olar? 30-un üstünə 80 gələrəm. Bax ümumi bax bu dairə nəyə aiddir? C-yə aiddir. 30-un üstünə 80 gələrəm, eləyər 110. 110-un üstünə 40 gələndə 150 eləyər. 300-dən də o 150-ni çıxanda bax bu hissə qalar neçə? 150. Aha. İndi məndən nəyə soruşur? A, B, C-nin orun. Or nə deməkdir? Or riyaziyyatda keçdiyiniz or birləşmə deməkdir. Birləşmə. Yəni birləşməsi A-nın, B-nin, bir də C-nin nəyi birləşməsi? Bunu tapmalıyıq. Yəni bu dairələrinin üçünün hər birinin içinin cəmi mənə onların birləşməsini verər. Nə edərəm? Yazaram belə. Yazaram demək 170 üstə gələk 20, üstə gələk 80, üstə gələk 30, üstə gələk 40, üstə gələk 260, üstə gələk demək neçə? 150. Bu da bərabərdir. Toplayanda mənə verir 750. 750. Qoy görün düzmü yazdım? 20, 80, 30, 40. 20, 80, 30, 40. Bax bu üçünün, dördünün kəsişməsi. 170, 260, bu da 150. Bəli. Elədi cavab 750. 750 cavab hardadır? Bəli, deyə C variantında. Növbəti suala keçid alaq. Növbəti sualımız 7-ci sualdır. Yedinci sual. Görək 7-ci sualda nə deyir? 7-ci sualda deyir ki, demək, aşağıdakı şəkildə hərflər hansı ardıcıllıqla düzülərsə, doğru IP ünvan alınır. Doğru IP ünvanın alınmağı üçün mütləq şəkildə oyuqlar 0-255 aralığın aşmamalıdır. İndi mən birbaşa burada düzgün cavabdan başlayacağım. Bunun yolunu siz artıq bilirsiniz. Bu sual sizin əlinizdə heç nədir. Siz bunu bilirsiniz. Ona görə bir-bir cavabları izah eləmirəm. Elə birbaşa doğru cavabdan başlayıram uşaqlar. Bax, düzgün cavab C variantıdır. Baxaq görək niyə elə olur. Deyir, birinci B-ni gətir. B-ni yaz. B nədir? B oyuğundakı nədir? 112 nöqtə 1. Sonra A-nı yaz. A nədir? 45.2. Sonra deyir ki, sonra D-ni yaz. D nədir? 52.1. D-ni yaz. Sonra da C-ni yaz. C nədir? 92. Baxın indi uşaqlar. Bax, 112, 145, 252, 192. Heç birisi 0-255 aralığı olan ədədləri aşmadı. Ona görə də düzgün cavabımız nə oldu? C variantı olmuş oldu. Növbəti suala keçirik. 8-ci sualdır. Hansı simsiz rabitə texnologiyasında əlaqə vasitəsi kimi yüksək parlaqlı işıq diyodundan istifadə edilir? İşıq diyodundan istifadə edilən burada hansıdır? Demək, LiFA-dır. 8-ci sualda cavabımız oldu D variantı. 9-cu suala keçirik. Ən sürətli simli vasitə hansıdır? Bu sual təkrar sualdır. 5-ci sualla 9-cu sualı çaşıb 2 dəfə yazmışam. Ən sürətli simli vasitə 5-ci sualda var. Elə demək ən sürətli demək simli vasitə fiber optikdir. Ona görə də 9-da da cavabımız E variantı olmuş oldu. 10-cu suala diqqət eləyirik. 10-cu sualda nə deyir? 10-cu sualda deyir ki, uyğunluğu tapaq. Bax, yadınızda saxlayın. Sarınmış cüt deyəndə T-ni görən kimi bilin ki, sarınmış cütdür. 15 T, sarınmış cüt. Demək, sarınmış cütlük kabel 15 T'dir. 2'ye getdi A variantı. Bir dənə bu xəttimi düzəlsəydim. 2'ye getdi nə? Demək, 2'ye getdiyi A. Sonra 15 FL. F'i görən kimi bilin ki, fiber optikdir. 1'e getdi B.
10 base deyirsə 10 base 5, 10 base 2 bu da nədir? Koaksal kabelindir. 3-ə də getdi A. Demək 1B, 2A, 3-də C. 3-də yox. 1B, 3C deyib A yazmışam. Bir dəqiqə. Bunu düzəldim. 3 nədir? 3, 10 base 5-dir. Koaksal kabelindir. 3-ə də C. Demək 1B, 2A, 3-də C. Cavab oldu D variantı. 10-cu sualda cavabımız nə oldu? D variantı olmuş oldu. İndi keçirik 11-ci suala. Görək 11-də nə deyir? 10-cu sualda D-dir, bəli. 11. 11-ci sual. Rabitə kanalı üzrə 4 dəqiqə fasiləsiz olaraq məlumatlar ötürüldü. Rabitə kanalının bütün vaxtının birinci yarısında məlumatın ötürülmə sürəti demək 117 kilobit saniyə olub. İkinci yarısında isə 3 dəfə azdır. Yəni ikinci yarısında, məlumatın ikinci yarısında 3 dəfə azdır deyəndə 117 kilobit saniyə sürət var. Ha, o 3 dəfə azdır. Yəni 117-ni sən 3-ə bölmüş olasan. Kanalın fəaliyyəti zamanı neçə kilobayt məlumat ötürülür? Ha, lap yaxşı. Gəlin yazaq. Görək neçə kilobit məlumat ötürülür. Baxın. Demək, baxırsan 11-ci sualda. Demək, 4 dəqiqədir, 4 dəqiqədir. Zamanın birinci yarısında, birinci, ikinci dəqiqəsini deyir, düzdürmü? Birinci, ikinci dəqiqə. 1 dəqiqə 60 saniyədir, onda 2 dəqiqə olacaq 120 saniyə. Bu, birinci yarısında 120 saniyədir. Qalan vaxtda da 120 saniyədən söhbət gedir də, düzdür? Qalan vaxtda 120 saniyə olur. Elədirmi? Demək, sürət nə qədərdir? Sürətim birinci deyir ki, rabitə kanalının bütün vaxtının birinci yarısında, birinci yarısı 120 saniyəni deyir. 120 saniyədə mən zamanı, demək, mənim ötürülmə vaxtım, kilobaytım 2 hissədən ibarətdir. Birinci haşımı tapıram, sürəti zamana vuranda, demək, haşı tapmış olam da, həcmi tapmış olam. Mənim həcmim nəyə bərabərdir? Demək, mənim həcmim bərabərdir, sürət vurulsun zaman. Amma mənim ötürüldüyüm məlumat, vaxtı 2 yerə bölmüşəm, məlumatı ötürmüşəm. Vaxtı 2 yerə bölmüşəm. Mənim zamanım 4 dəqiqədir. O 4 dəqiqəni 2 yerə bölmüşəm. Birinci 2 dəqiqəsina 117 kilobit saniyə sürətlə ötürmüşəm. Qalan 2 dəqiqəsində 117 kilobit saniyədən 3 dəfə az sürətlə ötürmüşəm. İndi sonra da qayıdıb hər ikisini toplamışam, ümumi kilobaytı tapmışam. Onda gəlin belə eləyək. Demək, mən vaxtım, demək, nə edirəm? Vaxtımın birinci yarısı. Vaxtımın birinci yarısı. Demək, vaxtımın birinci yarısında mənim sürətim nə qədərdir? 117 kilobit saniyə sürətlə, demək, 117 kilobit saniyə sürətlə 120 saniyə ötürüb. Düzdürmü? 120 saniyə. Yazıram 117 kilobit saniyədə məndə 120 saniyə ötürüb. 120 saniyə. Qalan vaxt nə qədərdir? Qalan vaxtda yenə 120 saniyənin qalanında. Qalan vaxtda da deyir 117 kilobit saniyədən 3 dəfə az. İkinci yarısında deyir həmən sürətdən 3 dəfə az. Mən 117-ni 3-ə böləndə mənə verir 39. Nə? 39 demək kilobit saniyəni. Qalan sürətdə 3 dəfə az olub. 3 dəfə az 39 kilobit saniyə eləyir. Onda 39 kilobit saniyədə də 120 saniyə olub. Qalan vaxtda 120 saniyə. 120 saniyəsinin birinci vaxtı oldu. İkinci vaxtda da 120 saniyə qaldı da. Burada saniyələr ixtisar getdi. 117-ni 120-yə vuraram. 117-ni 120-yə vururam. Eləyir 14040. Demək 14040. 40. Saniyələr ixtisar getdi kilobit. Üzərinə gəlirəm. Saniyələr burada ixtisar gedir. 39-u da 120-yə vuranda o da elədi, demək 4680 kilobit. Aldığım cavab kilobitlə olasıdır. Mən o aldığım cavabı
kilobitdir. 8-ə bölsəm 8-ə kilobayta çevirmiş olaram. O deyir 2340 kilobayt. 2340 kilobayt, yəni C variantı. Ümid eləyirəm aydındır. Demək, nə etdim? 4 dəqiqədir. Rabitə kanalı üzrə 4 dəqiqəyə fasiləsiz olaraq məlumatı ötürürəm. Düzdürmü? Deyir, rabitə kanalının bütün vaxtının birinci yarısında, bütün vaxtın mənə 4 dəqiqə verib. Onun birinci yarısı 2 dəqiqə eləyir. Baxıram ki, sürətim 2 dəqiqəyə deyir 117 kilobit saniyə ilə ötürüb. 2 dəqiqəni mən 120 saniyə çevirdim. Niyə? Mənim sürətim kilobit saniyə iləndir. 2 dəqiqəni mən birinci vaxtımın birinci yarısını, yəni 120 saniyə elədim. 120-ni 117 kilobit saniyə ilə ötürüb. Qalan vaxtı 120 dəqiqəni də deyir. Bu sürətdən 3 dəfə az sürətlə ötürüb. 117-ni də 3-ə bölürəm, qalır 39 kilobit saniyə. O 200 belə 120 saniyəndə təzədən 39-a vuraram, ikinci məlumatı taparam. Bəyək ki 117-ni 120-yə vuraram, 39-u da 120-yə vuraram, qayıdıb onları toplayaram. Toplayanda kilobitlə alır cavab. Axı məndən deyir kilobaytla soruşur. Təzədən onda 8-ə böləndə 2340 kilobayt eləmiş oldu. Ümid eləyirəm aydındır. Davam eləyirik növbəti demək nələrlə çalışmalarımızla. 12-ci suala diqqət eləyək. Demək 12-ci sualda bunu çapdan çıxardanda biraz E variantı yaxşı düşməmişdi. Amma orijinal versiyası bu cürdür sualın. 12-ci suala diqqət eləyək. 12-ci sualı çox adam səhv yazıb. Bax uşaqlar, deyir ki, verilmiş HTML kod fraqmenti web səhifədə hansı görünüşü əks elətdirər? Biz bilirik ki, strong nə deməkdir? Strong qalın yazır. Strongla bərabər BTG-də nə edir? Qalın yazır. Bu belə. Sonra U altdan xətt çəkir. Altdan xətt çəkir. İ də nə edir? İtalik yazır. Yəni mailli yazır. İndi baxaq. Bax, strong qalın yazacaq. Nələri? Həm C-ni qalın yazacaq. Həm O-nu qalın yazacaq. Həm də D-ni qalın yazacaq. Hər üçün qalın yazacaq. C-ni da, O-nu da, D-ni da qalın yazır. Sonra baxıram ki, C-ni da, O-nu da qalın yazır yazmağına. Amma baxıram ki, C U teqlərinin ortasında verilib. C U teqlərinin ortasında verildiyi üçün C-nin altından xətt çəkirəm. Baxıram ki, O heç bir teqin ortasında verilməyib. O deməkdir ki, O elə olduğu kimi yazılasıdır. Təkcə qalın yazasıdır. Çünki qalın hər üçünə aiddir. D-ya baxıram ki, D düzdür, qalın yazıbdır. Amma eyni zamanda i-nin də ortasında verib. Eyni zamanda bu nədə yazılasıdır? Biraz da italik yazılasıdır. Ona görə də D-ni mən buradan silirəm. D-ni biraz da italik yazıram. İtalik. Həm qalın, həm də biraz italik. Baxıram ki, elə cavab nədir? E variantındadır. Baxın, buradakı D-lərə baxın. Buradakı D-lər bax, fərqlidir bundan. Baxın, uşaqlar, bundan fərqlidir. D biraz italikdir. C, bax, C də, O da, D də qalın yazılıb. Təkcə C-nin altından baxın, xətt çəkib. O təkcə qalına aid, o heç. Onsuz da strong həm C-ya, həm O-ya, həm D-yə aiddir. Baxın, burada üçünə də aiddir. C-nin altından qalından başqa xətt çəkib, çəkilib. O-nun altından elə o qalındır, heç nə yazılmayıb. D-də baxın, qalınla bərabər D-nin altından belə D italik yazılıb. Çünki i-nin ortasında verib. Ona görə də cavab oldu E variantı. Ümid eləyirəm aydındır. Aydın olmasa təkrar birinci gün deyərsiz, bir də izah eləyərəm. Gəlirik 13-cü suala. 12-ci sualımızın cavabı E variantıdır. 13-ə baxırıq. Deyir ki, web səhifədə istinadın ümumi rəngi deyirsə linkdir. A-link aktiv istinaddır. V-link baxılmış istinad. Text nədir? Text də mətnin rəngidir. 14-cü suala baxırıq. 14-cü sualda deyir, doğru yazılmış istinadı müəyyən eləyin. İstinaddan söhbət gedir. A hərfdir, doğru yazılmış istinad. Burada protokolda S-hanı A getdi. A hərflə verilir, düzdür, lap yaxşı. Amma protokolda HTTP protokolunda T-nin biri də yoxdur. P-dan sonra demək 2 dənə T yoxdur. P, S, burada da S yoxdur.
Bu da getdi. A streç verilib. A streç var. İmece seyirci ola bilər. Özdəki imece seyirci mənim nəyimə lazımdır ki, burada? Mən şəkil yerləşdirmirəm, amma bu tekdən istifadə edeyim. Mənə istinad lazımdır. A hərf olmalıdır. Bu da getdi. A hərf olmalıdır. Bu da getdi. Baxın indi E variantına. A hərfdir. Eyni zamanda protokolun yazılış tərzi var. Baxın, bu cürə yazılır. Ona görə də 14-də cavabımız E variantıdır. 15-ci sual. Deyir ki, HTML koduna əsasən istinad və istinad göstəricisini müəyyən edin. Həm istinadı, həm də eyni zamanda istinadın göstəricisini müəyyən eləməliyik. Baxaq görək, həm istinad, həm də istinadın göstəricisini. Mən demişəm ki, o zaman nəyə baxın? A-ların ortasına baxmış olun. Bax bu A-lara. Bax, A-nın düz yanında yerləşən bu istinadın nə idi? İstinad göstəricisidir. Şəkil.jpg nədir? Bax, bu hissə isə, istinadın özüdür, istinad. Oldu cavabımız nə? B variantı. İstinad oldu şəkil.jpg, amma istinad göstəricimiz oldu nə? İstinad göstəricimiz demək oldu blok.jpg. Demək belə. Gəlirik indi neçənci suala? 16-cı suala. Demək 15-ci sualda cavabımız B variantı oldu. Gəlirik 16-cı suala. Görək 16-cı sualda nədir? Demək deyir ki, hansı varianta qraf fail istinad göstəricisi kimi düzgün istifadə olunub? Hansı variantda? Demək, hansı variantda qraf fail istinad göstəricisi kimi? İmece seyirci istinad göstəricisi deyirsə, istinad deyirsə A hərf olmalıdır. Burada imece seyirci ilə başlayıb, burada imece seyirci ilə başlayıb, demək, musiqi faili yox, mənə nə lazımdır? İstinad göstəricisi demək nə lazımdır? Qrafik fail. Bax, A-nın bölündə, bax, A təqi ilə, A hərflə başlayıb, A ilə bitib və eyni zamanda istinad göstəricisi A-nın bölündə şəkil.jpg qrafik failidir. Ona görə 16-da cavabımız A variantıdır. 17-yə baxırıq. 17-də nə deyir? Deyir ki, HTML failinin yerləşdiyi, baxaq, bizdə burada qrafik təsvirin əlavə olunması üçün imece təqi aşağıdakı formada təyin edilmişdir. Buna əsasən doğru mülahizələri müəyyən edin. Baxa görək, doğru mülahizələrimiz hansılardır? Deyir, HTML failinin yerləşdiyi qovluqda olan içəri şəhər JPEG qrafik təsviri ekranda əks olunacaq. Bəli, doğrudur. Bir doğrudur. İkinci sual. Kompüterin istənilən qovluğun yerləşən içəri şəhər JPEG qrafik təsviri ekranda əks olunacaq. Üstənilən qovluq nədir? Elə bir şey ola bilməz. Qrafik təsvir, bunu da silək. Qrafik təsvirin eni. Aha. Eni demək 400. Hündürlüyü isə 300'dür. Aha. Bu düzdür. Sonra qrafik təsvirin yüklənməsində nasazlıq olarsa, ekranda içəri şəhər sözü əks olunar. Bəli, əgər nasazlıq olarsa, içəri şəhərin özü neyinir? Demək, yüklənməsində nasazlıq olanda ekranda içəri şəhərin sözünün elə özü əks olunmuş olur. Sonra, qrafik təsvir mətnə nəzərən solda yerləşir. Bəli, left solda yerləşir. Bu da doğrudur. Demək, 1, 3, 4, 5 oldu nə? A variantı. Neçənci sualdır bu? 17-ci sual. 17-ci sualda cavabımız nə oldu? A variantı olmuş oldu. Keçirik 18-ci suala. Deyir ki, 18-ci sualda. Bax, bunu əksəriyyəti səhv yazmışsınız. Bu da dərs oxumamağın əlamətidir. Deyir, düzgün yazılışı müəyyən edin. İmece hansı təqlə başlayır, hansı? İmece nə bax hərflə verilib. Bax, A hərflə verilə bilər də, imece hərflə verilir. İmece demək, imece təqi hərf atributu ilə verildiyini görmüsünüz. Hərf atributu A təqi ilə verilir həmişə. Bunu niyə əksəriyyəti səhv yazmışdı, mənim başım çıxmır. İmece seyirci olmalıdır. Heç burada seyircidən söhbət getməyib. A da getdi. İmece seyirci ilə verilib. Amma imece biz bilirik ki, təkli təqdir. Bunun açılışı var, qapanışı yoxdur. Ona görə də bu da ola bilməz.
İmece hireflə verilə bilməz. A hireflə verilə bilər. Hiref tegi belə atributu A tegi ilə verilir. Teg, bax, imece seyirci. Baxın, burada bağlanmadı. Çünki təkli tegdir. İmece tegin özüdür. Seyirci nədir? Atributdur. Həmişə tegin yanında gələn də atribut. Ona görə 18-də cavabımız oldu D variantı. 19-cu suala diqqət eləyək. Görək 19-da nə deyir? 19-cu sualda deyir ki, A hərf belə verilibdir. Kodu nəyə keçid eləyir? Nəyə keçid eləyir kodu? Baxın. Əgər mən burada skl.png-nin üzərində vuranda, birinci lokal kompüterdir. Çünki HTTP protokolu yoxdur burada. Skl.png-dir. Bax bu. Bax bu istinad göstəricisidir. Mən bunun üzərində vuranda məni aparır bax bura. Bura hansıdır? aido.me-dir. Aido.me-dir nədir? İnternetdə deyil, lokal kompüterdəki nəyə keçid elədi? Səs failinə keçid elədi. Ona görə 19-da cavabım nədir? B variantı. MIDI nədir? MIDI uzantı olaraq səs failinin uzantısıdır uşaqlar. Əməliyyat sistemində keçmişdik axı biz bunu. İndi təkrarda yadınıza düşər. İnşallah ki, yadınıza düşmüş olar. Sonra keçirik, demək, növbəti sual, nəhayət 20-ci sual. Aha. 20-ci sualla bitiririk. Demək, 20-ci sualda nə deyir? 20-ci sualda deyir ki, lokal kompüterdə olan web səhifəyə istinad hansı variantda düzgündür? Lokal deyir. Lokal deyirsə, HTTP ilə olan variantların üzərindən xət çəkirəm. Bax, A da getdi, C də getdi. Qaldı 3 dənəsi. Web səhifəyə deyir. Web səhifəyə istinad. Web səhifəyə deyirsə, deyir, A, hərf, web səhifədən söhbət gedirsə, deyir, HTML. Bax, bu infonun üzərində, bax, buradan vuranda məni neynir? Web səhifəyə istinad, demək, web səhifəyə istinad budur da, istinadımın özü budur. İstinad göstəricim budur, istinad budur. Onda olur 20 dənə D variantı. Mən sizinlə bu günlərim, demək, hansı testlərə baxdıq? Sınağa. Təkrar sınaqdan şəbəkələr bir də HTML-ə aid 2 mövzunun sınağına baxmış olduq. Sınaq 20 dənə sualdan ibarət idi. Çox sağ olun, gecəniz xeyrə qalsın.